Meşədə 3 gün keçirmək immuniteti gücləndirir. Yaponiyada aparılan araşdırma göstərib ki, meşədə cəmi 3 gün vaxt keçirmək insan orqanizminin müdafiə sisteminə müsbət təsir göstərir. Tokyo şəhərindəki Nippon Tibb Universitetinin professoru Chingli tərəfindən həyata keçirilən tədqiqatın nəticələrinə əsasən 3 günlük meşə gəzintisi orqanizmə təbii killer hüceyrələrinin sayını təxminən 50% artırır. Bu hüceyrələr viruslara və şiş hüceyrələrinə qarşı mübarizədə mühüm rol oynayır. Alimin beynəlxalq elmi jurnallarda dərc olunan araşdırmalarına görə əldə olunan təsir meşə ziyarətindən sonra 7 gündən 30 günədək davam edə bilər. Mütəxəssislər bunu meşə vannası adlanan Yapon təcrübəsi ilə əlaqələndirir. Bu metod insanın təbiətdə sakit şəkildə vaxt keçirməsini, meşə havasını dərindən nəfəs almasını və ətraf mühitlə əlaqə qurmasını nəzərdə tutur. Araşdırmada qeyd olunur ki, ağacların havaya buraxdığı fitosidlər stres hormonu olan kortizolun səviyyəsini azaldır. Stresin azalması isə immun sisteminin daha effektiv fəaliyyət göstərməsinə kömək edir. Mütəxəssislər sağlamlığın qorunması üçün vaxtaşırı təbiətdə, xüsusilə meşəlik ərazilərdə vaxt keçirməyi tövsiyə edir.